Gedirsən, aparırlar. Sən kimsən? Danışdığın o sözlərə, dillərinə görə səni bütün gün aparırlar. Sən bir kimsən? Bir çıx ortalığa denə ki, mən bu filan kəsin qızıyam. Sən kimsən məlaq eləyəcək? Bu. Dilinə söyüşlər söyür, bilir haraları gedir. Bəsdir da ta. Gedək sənə şikayət eləyək, nə istəyirsən məndən? Atmıram. Bu. Düşmən, ay bak, gedib yanına deyir ki, gəl hədi atmayım. Niyə atmalıyam ki, mən pisləyən adamı, mən söyən adamı? Yox, niyə atmalıyam? Adelin verilişinə mən niyə jeton atmalıyam? Adel məni bütün günü söyür canlısına, belə deyil, niyə atmalıyam? Burnundan gəlsin, sən məni gəl versus şoda uduzdururdun, amma sənin burnundan qat, irin qat olsun gəlsin. Amma mən sana gəl 5 dənə canavar attım. Harınlamış sənsən, Mən yox. Qat burnundan gəlsin, gəl evimdə qalırdı, nə yaz? Qapımı açmışdım, hamı da söyürdü ki, onu nə izlən, gedib ona, babaşdan, indi bana Petrəddin deyirsən. Az Petrəddin sənsən, nə yaz? Bax ki, sən nə mal olduğunu tanıyır, sən kimsən ki? O düşməndir. Kimsən də bir çıxsın desin ki, bu Ləman kimdir? Söyüşkən, əxlaqsız sözlər danışan Ləman. Sən kimsən ki, Ləman? Bu TikTokda səni namuslu qeyrətli kimi tanıyırlar. Bu. Sən kimsən ki? Mənim adımı çəkirsən. Atmamışam, yaxşı eləmişəm. Bir səbəb bilirəm ki, mən atmamışam. Sən kimsən? Biri çıxsın desin, ayala, bu Ləman kimdir? Kim olub? Kimin qızıdır? Kim olub bu? Bütün günü namuslu qeyrətdən danışır. Ki, o sənin el desin, xalq desin, sənin tərbiyəli olma. Sənin danışığından bilinir elə səninlə sən. Səni gəl sürüyələm. Onu demirlər, gəl sürü görün mənimdir, şəhərdəyim. Gəl sürü görün. Saçını yolub verərəm əlinə. Mən sürüyəcəymiş. Sən mənə gün çatandır. Basıb altıma üstünə çıxıb pıtananı çıxardaram sənin. Onu demirlər, gəl sürüyürlər. Yetənə daş atsan, bəsdir, daş qoturaq oturduğumuz yerdə də gəzməyə gəlmişik. Şimdi sən kimsən kimi atmıram sağ jeton. Dədənə borcum var. Gəl jeton atmışsan, atmasıb qaytarmışam. Sən kimsən ki, səndən mən uzaq duram, Aydama, bedini çıxartdı. Mesajların qoydu. Yazır ki, git baba şu ilişdir. Sakoya yazı səhifəsini bağla. Hamısından subut eləyiblər, Bedniyə yazıb ki, mən Bedni ilə dalaşdım, dedim ki, Bedni, Allah bəlanı verməsin, mənim təzyiqimi qaldırdım. Götürüm onu qaydı elib atıb Bedniyə ki, bunu tutdur. Sən bu sandara, sən mənə dostsan az. Sən kimi dost, sən kimlə TikTokda dostluq eləyirsən ki? 2 gün yanına gəlsən, səlamına başdan yıxıb sürməyə. Kimsən az sən? Canlı. Yox, sən kimsən, bir çıxsın desin ki, bu Ləman kimdir? Söyüş söyən. Cəmaət səndən danışır, xəbərlərə səni verirlər, məni vermirlər. Pis sözlər danışan. Mən səni kimi çıxıb pis hərəkətlər eləmişəm. Canlıda onun ağzı söyürsən, buna söyürsən, buna yetənə pozluğun deyirsən, buna bunu deyirsən. Bəs sən kimsən? Biri çıxsın desin ki, bu Ləman kimdir? Sən kimsən, az qara meymun? İyindən yanında da durmaq olmur. Sən kimsən? Sənin evində gəlib qaldım, öldüm ağzıma gəldi. Evinin hamamında saçın tükü bu boyda. Bir malaq elədiyini, bir ged evinin eşini təmizlə da. Bir ged evinin eşini təmizlə da, iyi verib eylənir evin. Bir evini təmizlə da, qavlarını yu. Qavlarını yu. Kiməsə lağ elədiyini, bir evinin eşini təmizlə. Saçının yağın yu. TikTok çəkəndə saçının yağının iyindən yanında da durmaq olmurdu. Bir saçının yağın yu. Qadın xeylağısan, cavan qadınsan. Ona lağ elədiyini bir gitsin. Adın iyilənmişə çıxıb TikTokda. Sən kimsən kimi alaq eləyirsən? Kimsən? Az atmıram sağ jeton. Səndən mən uzaqlaşıram. Başa düşürsən, sən pis adamsan. Sən təhlükəli adamsan. Sənin evində gəlib qalmışam, qala bilmədim. Pox, püsür, paltar orada. Saçın tükləri hamam. Görmədim mən bunları. Sən bir malaq elədiyini, onun müqüvvətini qırdın, bir evin eşiyini təmizlə da, qadın olsun. Bir evin eşiyini təmizlə, bir cəmaət görsün ki, bir təmizlik çıxsın. Evin eşiyini təmizlə. Ondan bundan danışıb prim kastığını, canlını qaldırdığını, evin eşiyini təmizlə, evin eşiyini. Bəsdir ta onun bunun ətini yedin. Sən kimsən ki, mənim dəstəkçilərim heç səni adam yerinə qoyur ki, sənin dəstəkçilərim bunu deyəcəm. Deyəsən, səni verəcək, şikayət eləyəcək səndən. Görək Ləman kimdir, Bakıda at oynadır. Deyir, buna bax, az qaydını atıflar, şantaj edir. Deyir, onu kim hədiyyə atacaq, onu yıxıb sürüyəcəm, söyəcəm. Söyəsən, qayda var, qanun var. Şikayət eləyəcək səndən. Sən ki, mənə ağırdın, bir evin eşini təmizlə. Evini təmizlə. Timadan qorxdun, dala verdin, dala. Çünki başara bilmədin ondan.
Dal indi düşdü mənim üstümə. Sakosu bir yandan, o birisi bir yandan. Niyası bir çıxandan şeydir. Bu yandan, bu yandan. Sən kimsən ki? Ay qadan alım, əl çəkmir məndən. Qurban olum sizə, əl çəkmir. Madir gəlib hədiyyə atmayıb. Saniyə hədiyyə atmalıyım. Saatdığımı elə get dostlarıma, tanışlarıma atarımdan. Sən düşmənsən bala. Gəlib mənim evimdə yatırsan, yeyirsən, içirsən, gedib mənim damcı danırsan, mənə tələ qurursan, səs yazıb atırsan Bedniyə. Bedni sənin mesajını mənim qabağıma qoydu. Dedi oynama, sənlə oynayıram, heç mənim ekranımı da tıklamırlar ki, bu şeydir, sən Bedni sübut elədim ha ki, o qadından uzaqdır, o səni tutturmaq istəyir, o səni ilişdirmək istəyir, bir dəfə mənim başımı oyunu açdın. Yazıq adamam, kimin kimsən də yoxdur, git çəkil də qadın alım, git kiminlə oynayırsan oyna da. Məndən əl çək, məndən danışma. Əl çək məndən, sən neyinirəm mən? Düşmüsən. Bəsdir də bu TikTokda, bunun nətə bu TikTokdan yox eləmirlər. Bəsdir də çıx get işinlə oldu, sana qalmışam az. Atmıram da, mən Adel mənim düşmənimdir az qala. Mənim pisliyirsə, mənim yaxşımı qoy, pisimi danışsa, o yüzden mənə düşməndir. Məndən əl çək. Deyir evim açsın. Sən mənim evimdən çıxmırdın. Mən sən evinə bir dəfə gəlmişəm. Sən mənim evimdə qalırsan. Sən mənim başını qorsan bu sinəmə. Türkü. Sonra gelip Petrettin deyirəm ha. Qoynuma girəndə elə demirdin qucaqlayanda başını sinəmə qoyanda. Kayıtlar var. Qucaqlayanda elə demirdin. Elə demirdin. Elə bildin sən alaşam. Deyəcək sağa gedir. Sənin bir sevgilin var yanı. Bir yanına gələn var sənin. Ma yenə də deyirəm. Lağ elədiyini. Danışdı get evin eşiğini təmizlə. İt günündədir. Başa düşürsən. Evin eşiğini təmizlə. Bir dilinə də yeyə çıxışdır sən. Hamı sənə üz döndərir bir şey. O verişdə də sağ eləbisən sağ tıqdılar ki, reyting götür səni saxlayırlar ki, biraz ona buna erişirsən, canlı qalxır. Sən bir dəstəkçin olsa sıralamada 5'də 10 dolarsın. Elə atanlar gəlsin bir dəfə sən canlı yayınında atsın da sağ. Nə istəyirsən az məndən? Timanın adını çəksən. Timan dəstəkçisi hamı bilir ki, enigmatikdə o mənə datır, ona datır. Nə istəyirsən? Yox, nə, bu qıza ki bir sual verən yoxdur ki, bundan nə istəyir? Səndən uzaqlaşıb da. Bedni sübutu qoydu qabağıma ki, bu qız sənin torbanı tikmək istəyir. Sən paxılsan da, mənə hədiyyə gəlir, məni gözün götürmür, onun canlısı qalxır, ona gedib girişirsən. Mən gedib sən kimi kiməsə girişməm, Cesi qalxır, gedib Cesiyə girişirsən. Bu birisi Adəm qalxır, gedib Adəmə girişirsən. Sonra Adəmi versən 102'yə, mən bu dedi, sonra gedib girişirsən. Sənin neçə sifətin var? Özün də demişdin, deyirəm, olsa mənim bir sifətim var da. Əl çək də bala məndən. Qoy rahat yaşayayım da. Mənim evimi kim düzəldib, eşimi kim düzəldib. Valla sən 5 ildə, 10 ildə TikTokdasan, nələr yığmısan altına. Ay kirədə qalıram, ay kirədə qalıram. Altın doldu pulla. 20 min kimlərə borç vermişsən. Sən TikToka girəndə, mən qarşılıqda oturub ulduz sayırdım. Sayım onda 100 takipim vardı sən bu TikToklarda gəzəndə. Nə istəyirsən? Gözün götürmür, mən deyil evin eşini düzəldir. Yaxşı eləyib düzəltmişəm. Dədeyin pulundan düzəltmişəm, yoxsa nəneyin pulundan düzəltmişəm. Dəstəkçilərim, izləyicilərim sağ olsun.